15-də Milli Qurtuluş günündə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Şuşa şəhərində qlobal təhlükəsizliyə regional töhfə Cənubi Qafqazda sülh quruculuğu mövzusunda beynəlxalq konfrans keçirilib. Əvvəlcə Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin, tədbirdə iştirak edən dost ölkələrin müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Prezident Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin konfrans iştirakçılarına müraciətini səsləndirib. Əminəm ki, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin Azərbaycanı xilas etməsi ilə əlamətdar olan Milli Qurtuluş günü və tarixi Şuşa bəyannaməsinin imzalanmasının il dönümü münasibəti ilə Yeni Azərbaycan Partiyasının keçirdiyi bu konfrans çevik mexanizm funksiyasını yerinə yetirərək iştirakçı ölkələr arasında davamlı əməkdaşlığın qorunmasına vacib töhfələr verəcəkdir. Konfransın işinə uğurlar, təmsil etdiyiniz dost ölkələrin hər birinə əmin-amanlıq və sülh, rifah arzulayıram. İlham Əliyev, Bakı şəhəri, 12 iyun 2026-cı il. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, işğaldan azad olunmasından keçən müddət ərzində Şuşa şəhəri, eləcə də bütün Qarabağ və Şərqi Zəngəzur hər gün dəyişərək yenidən qurulur, görünməmiş dərəcədə sürətlə dirçəlir. Aydın Kərimov 2027-2030-cu illəri əhatə edəcək böyük qayıdışa dair ikinci dövlət proqramı çərçivəsində Şuşada bütün infrastruktur və kommunikasiya layihələrinin, yaşayış evlərinin və sosial obyektlərin tikintisinin tam başa çatdırılmasının nəzərdə tutulduğunu deyib. Sülh quruculuğu mexanizmləri qlobal çağırışlar fonunda partiya diplomatiyası mövzusunda birinci panel sessiyada çıxış edən moderator, Yeni Azərbaycan Partiyası sədrinin müavini, mərkəzi aparatın rəhbəri Tahir Budaqov 15 iyunun Azərbaycan xalqı və dövləti üçün olduqca böyük əhəmiyyətə malik iki mühüm hadisə ilə əlamətdar olduğunu deyib. O qeyd edib ki, 33 il əvvəl 1993-cü ilin iyunun 15-də ümumilli lider, müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş və həmin gün tariximizə Milli Qurtuluş günü kimi əbədi həkk olunmuşdu. 5 il əvvəl 2021-ci il iyunun 15-də imzalanmış Şuşa bəyannaməsi isə bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın təşviqinə xidmət edən və gələcəyə konseptual strateji baxışı ortaya qoyan bir sənəddir. Bəyannamənin imzalanması ilə keyfiyyətcə yeni mərhələyə yüksələn Azərbaycan-Türkiyə münasibətləri bugün regional təhlükəsizlik arxitekturasının ən önəmli sütunlarından biri kimi çıxış edir. Bugün təhlükəsizlik anlayışı yalnız hərbi amillərlə ölçülmür. Enerji, nəqliyyat logistika, ekoloji, humanitar və rəqəmsal təhlükəsizlik məsələləri də qlobal sabitlik konsepsiyasının ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bu xüsusda Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət daha ədalətli dünya nizamının bərqərar olmasına istiqamətlənmişdir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan transmilli layihələr Avropanın enerji təhlükəsizliyinə vacib töhfələr verir və müxtəlif dövlətlər arasında qarşılıqlı etimadı gücləndirən mühüm əməkdaşlıq platformaları yaradır. Ölkəmiz eyni zamanda beynəlxalq miqyasda yaşıl enerji gündəliyinin fəal iştirakçısıdır. Konfransın mövzusunun müasir beynəlxalq münasibətlər sisteminin son dərəcədə aktual məsələlərini özündə ihtiva etdiyini deyən YAP sədrinin müavini bildirib ki, dünyanın mürəkkəb geosiyasi transformasiyalar dövrünü yaşadığı bir zamanda regional sabitlik, təhlükəsizlik və əməkdaşlıq məsələləri beynəlxalq siyasi gündəliyin mərkəzində dayanır. Tahir Budaqov yeni dünya nizamına transformasiya fonunda regional və qlobal təhlükəsizliyin təmin edilməsində partiya diplomatiyasının rolunun getdikcə artdığını söyləyib. Ümumilli liderimiz Heydər Əliyevin qurucusu olduğu və bugün ölkə başçısı cənab İlham Əliyevin liderliyi ilə fəaliyyətini uğurla davam etdirən Yeni Azərbaycan Partiyası beynəlxalq əməkdaşlığın inkişafına xüsusi önəm verir. Partiyamızın müxtəlif ölkələrin aparıcı siyasi partiyaları ilə qurduğu əlaqələr,
beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyəti, irəli sürdüyü təşəbbüslər və konstruktiv dialoq siyasəti dövlətlər arası münasibətlərin möhkəmlənməsinə xidmət etməklə bərabər sülh quruculuq prosesinin vacib elementlərindən biri kimi çıxış edir. Türkmenistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmət Elyasov çıxışında qeyd edib ki, Xəzər dənizinin hər iki sahilində yaşayan Türkmən və Azərbaycan xalqları üçün sülhün, firavanlığın və xoşbəxt həyatın təmin edilməsi, Orta Asiya və Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə, yeni şəraitdə beynəlxalq münasibətlərin inkişaf etdirilməsinə müsbət təsir göstərir. O, son illərdə beynəlxalq ticarət, nəqliyyat və logistika sektorunda əhəmiyyətli dəyişikliklər fonunda Şərqi Asiya ilə Avropa arasında etibarlı əlaqəni təmin edən Orta Dəhlizin artan əhəmiyyətindən danışıb. Sahibkarlar və İş Adamları Hərəkatı, Özbəkistan Liberal Demokratik Partiyası Siyasi Şurası İcra Komitəsinin sədri, partiyanın parlament fraksiyasının sədri Aktam Xaytov, geosiyasi rəqabətin güclənməsinin, regional münaqişələrin, iqtisadi böhranların, iqlim dəyişikliyinin və qlobal təhlükəsizliyə yönələn təhdidlərin dövlətlərdən yeni yanaşmalar tələb etdiyini qeyd edib. Xaytov belə bir mürəkkəb şəraitdə qarşılıqlı dialoq, etimad və əməkdaşlıq prinsiplərinin hər zamankindən daha vacib olduğunu söyləyib. Laos Xalq İnqilab Partiyası Mərkəzi Komitəsi Xarici Əlaqələr Komitəsinin Tədqiqat və Çoxtərəfli Əlaqələr Departamentinin baş direktoru Sayavong Bonyadet, Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasının yalnız region ölkələri deyil, həm də qlobal təhlükəsizlik üçün böyük əhəmiyyət daşıdığını deyib. O, Laos Xalq İnqilabı Partiyasının sülh, ədalət və dayanıqlı inkişaf üzərində qurulmuş bir dünya yaratmaq üçün Yeni Azərbaycan Partiyası ilə, həmçinin dünyanın müxtəlif regionlarından olan dost siyasi partiyalarla əməkdaşlığı və sıx koordinasiyanı daha da möhkəmləndirməyə hazır olduğunu vurğulayıb. Moldova Respublikası Parlamentinin üzvü Pavel Voyko ölkəsinin Azərbaycanla münasibətləri yüksək dəyərləndirdiyini və partiyalar arası dialoqun genişləndirilməsində maraqlı olduğunu deyib. Voyko əlavə edib ki, bu cür platformalar beynəlxalq sabitliyin möhkəmləndirilməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından mühüm önəm kəsb edir. Regional layihələr və transsərhəd əməkdaşlıq, dayanıqlı sülhün iqtisadi əsasları mövzusunda keçirilən ikinci panel sessiyada moderator, Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mei, Kamboca Xalq Partiyası Mərkəzi Komitəsi Daimi Komitəsinin üzvü, Kamboca Krallığı Senatının ikinci vitse-prezidenti Tun Vatana, Ukrayna Ali Radasının Humanitar və İnformasiya Siyasəti Komitəsinin sədri, ATƏT Parlament Assambleyasında Ukrayna nümayəndə heyətinin rəhbəri Mikita Paturayev, Pakistanın Muslim İnstitutunun İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi və xüsusi nümayəndəsi Malik Asif Tanver çıxış ediblər. Çıxışlarda bildirilib ki, Şuşadan dünyaya ünvanlanan çağırış regional əməkdaşlığın genişləndirilməsi, nəqliyyat və enerji dəhlizlərinin inkişafı, ticarət yollarının şaxələndirilməsi, ortaq investisiya təşəbbüslərinin təşviqi və xalqlar arasında qarşılıqlı etimada söykənən münasibətlərin gücləndirilməsindən ibarətdir. Cənubi Qafqazın qarşısında tarixi bir imkanın yarandığı, yenilənən arxitekturada Azərbaycanın təkcə enerji tədarükçüsü deyil, həm də Xəzər və Qara Dəniz regionlarını, Mərkəzi Asiyanı, Türkiyəni və Avropanı birləşdirən mühüm nəqliyyat və logistika mərkəzinə çevrildiyi qeyd olunub. Postmünaqişə dövründə yenidən qurma, şəhərsalma sahəsində müasir çağırışlar mövzusunda keçirilən 3-cü panel sessiyada isə moderator, Belarusun Belaya Rus Partiyasının sədri Olga Çemadanova, Tacikistan Xalq Demokratik Partiyasının sədr müavini Umeyda Abdullazoda, Şimali Makedoniya Türk Demokratik Partiyasının sədri Zülfiqar Zeynullah, Serbiya Tərəqqipərvər Partiyasının idarə heyətinin üzvü, Serbiya Milli Assambleyasının üzvü Daniela Nikoliç, Gürcü Arzusu Demokratik Gürcüstan Partiyasının Gənclər Təşkilatının sədri, Gürcüstan Parlamentinin üzvü Varlam Lipartelyani çıxış ediblər. Bildirilib ki, möhkəm sülhə yalnız dialoq, milli barışıq və inklüziv inkişaf vasitəsilə nail olmaq mümkündür. Regionlarımızın və bütövlükdə dünyanın gələcəyi əməkdaşlığa, qarşılıqlı etimada və effektiv həllərin birlikdə axtarışına hazırlıqdan asılıdır. Cənubi Qafqazda sülh quruculuğu yalnız region ölkələrinin deyil, beynəlxalq birliyin ümumi məsuliyyətidir. Konfrans Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.
Konfrans iştirakçıları Şuşa şəhərinin tarixi məkanları, aparılan tikinti və yenidən qurma işləri ilə də tanış olublar. Daha sonra Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədovun təqdimatı əsasında rayon ərazisində həyata keçirilən bərpa quruculuq işləri barədə məlumatlandırılan iştirakçılar sənaye müəssisələrini də ziyarət ediblər.